7. Qaldı C-dən D. Yoxlayaq. Üstünə gəlirik H, OH. Təbii ki, su 2 qat rabitə hardadırsa ora birləşəcək. Markovnikov qaydasına görə hidrogen çox olan yerə birləşəcək. Birləşdirin. CH3 elə üstündə birləşdirdim. Rabitə açıldı. OH da onun qonşusuna birləşəcək. Aldım. OH ikinci karbondadır. 1, 2, 3, 4. OH ikinci karbondadır. Metildə üçüncü. Baxaq görək burada nə baş verəcək. Yenə 2 qata ancaq buranı işarələyin. Birləşməyə tək qatlar mümkün deyil. Hidrogen gedəcək. Hidrogen çox olan yerə, yəni CH3-ə. OH da gedəcək onun qonşusuna. Həm metil, həm də OH eyni karbonda oldu. Nömrələsəm 1, 2, 3, 4. Olur 2 metil, butanol 2. Yəni bizə lazımdır ki, OH birində, metil də birində olsun. 51. Kimsə dərsi rekord eləyir, yoxsa yox? Çox sağ ol. 51. Hansı halda etil spirtinin X maddəsi ilə reaksiya məhsulu doğru deyil? Diqqətlə baxın, çünki kimyəvi xassələrini öyrədir bizə. Bu arada səhv eləmirəmsə, efirləşmə reaksiyasını deməmişəm. Aha. Deməli, birincidə deyir X-in yerini ver S2H5. Dostlar, baxın. S2H5 spirt, OH, etil spirti. Bura 2 versə də, ya da S2H5-in üstə S2H5 gəlsə də, eyni şeydir. 2 dənə spirtdirsə, 1 mol su çıxardırsınız, qalır S2H5, O, S2H5. Yəni, sadə efir alınır. Ola bilərdi ki, sizə 2 dənə metil spirti versin, fərqi yoxdur. Yenə su çıxarırsınız, CH3, O, CH3. Yenə də sadə efir alınır. Ürək istəsəydi sizə bir dənə etil spirti, bir dənə də metil spirti verərdi ki, siz qeyri-simmetrik sadə efir alasınız. Yəni, bir tərəfi olardı metil, bir tərəfi də olardı etil. Deməli, doğru göstərilməyib deyir. Bu doğrudur. Gördünüz, di-etil efir alıb. Bayaq yoldaşınız dedi ki, kuprim oksid oksidləşmə deməkdir. Kuprim oksid oksidləşmədir, hidrogen də reduksiyadır. Bunu unutmayın. İndi X-in yerinə SH5OH spirtdir. Bir də xatırladıram. Bayaq yoldaşınız təkrarladı. Dedi, birli spirtin oksidləşməsindən aldehid alınır. Bu sizə biraz qarışıq gələ bilər. Çünki bunun aldehid olduğunu bilmirsiniz hal-hazırda. Bir dənə sizə kiçik bir söz deyəcəm. Bax, SH5OH spirtində 2 dənə karbon var. Əgər bu oksidləşib aldehid alınırsa, ilk baxacağınız hissə orada da 2 dənə karbonun olmasıdır. Açıram bunu. CH3, C və bu H10-u açıram. O, belə məcburam açmağa, çünki karbona 4 valentli verməliyəm. Deməli, bu aldehiddir. Etil spirtin 2 karbonu var, bunun da 2 karbonu var, deməli düzgündür. C-ni sizə deməmişəm. Deməli, bu hissəni inşallah hər kəs görür. Bu da turşularla bağlıdır. Turşularda ətraflı keçəcəyik, çox işləyəcək. Turşunu belə açdım. Üstünə də etil spirti gəlirəm, S2H5OH. Deməli, turşudan OH qopardırsınız, spirtdən də H qopardıb su çıxardırsınız, qalan hamısını gətirib birləşdirirsiniz birinə. Bu hissəni axtarıram, CH3CO, tapdım. Bu hissəni aparıram, O2H5. Buna deyirlər mürəkkəb efir. Səma bayaq dedi, sadə efirlə mürəkkəb efiri qarışdırıram. Sadə efirdə əmələ gəlməsi üçün 2 dənə spirt götürdüm. Hər iki tərəfi spirtin qalığı oldu. Mürəkkəb efirdə isə bir tərəfdən turşu keçməmiş yerə, bir tərəfdən də spirt götürdüm. Gəldik D-yə. C2H5OH. Bunu demişik o gün sizə. Hətta dedik ki, bir atomunda yarı qədər 0,5 mol hidrogen alınır. Bunu natriumla əvəz eləyib. Buyurun. Burada da necə olmalıydı? C2H5OH. Deməli, buradan OH, buradan da H. Su şəklində çıxmalıydı. Olmalıydı C2H5 xlor. Bu şəkildə bir dəyişmə reaksiyası getməliydi. Götürüb nəsə bir qəribə bir şey yazdım. Həcəm. Sadə efirlə mürəkkəb efiri reaksiyasız nətər deyil?
Sadə efir 2 dənə spirtdən yaranır. Bir də deyirəm, bax. Məsələn, CH3OH molekullar arası, yəni 2 mol götürürəm. 2 molekulundan 1 mol su çıxardıram. Qalır CH3O, CH3. Bura qədər aydındır. Bəli. Və bu, o gün dərsdə dedik, temperatur böyükdür, kiçikdir 140 olmalıdır. Böyük maddə ala biləsən deyə. Mürəkkəb efirdə isə, bax, bu sirkə turşusudur. CH3COH. Üzərinə gəlirəm metil spirti. Bax, fikir ver. Sadə efirdə ikisi də spirt oldu. Turşu ilə heç bir əlaqəsi yoxdur. Amma mürəkkəb efirdə bir tərəfdə turşu, bir tərəfdə spirt verirəm. Turşudan OH, spirtdən H qopardıram. Olur H2O. Yerdə qalır CH3, CO, OCH3. Aydındır? Turşudur da birinci olan. Bəli, bəli. Bir tərəf turşu, bir tərəfi spirtdir. Bildim. Sonra elə propil. Qızım, belə bir şey var. Propillə izopropil dərs başlayan kimi soruşdum. Bir-birinin izomeridir. Yəni, məsələn, fikir ver, burada bircə dənə maddə verib. C3H7OH. Bilsən niyə? Çünki propil 1, 2, 3 burada OH olandı. İzopropil də 1, 2, 3 burada OH olandı. Yəni, sən bir dənə formulla gedəsən, vəssalam. Sol tərəfdə yazıram, telefonla girənlər ehtiyatlı olsun. O da olur C3H7OH. Üzərinə gəlsən oksigen. Bütün karbohidrogenlər kimi spirtlər də yananda karbon qazı və su alınır. Sonra da əmsallaşdırırsan. 3 karbon, 4 bura yazırsan, çünki burada 8 hidrogen var, bunu unutmursan. 6 oksigen burada, 4'ü burada, 10 oksigen. Biri buradadır. Buna qalır 4,5. Qətiyyən belə saxlamırsan. Hamısını 2-yə vura-vura gedirsən ki, tam əmsalla işləyəsən. Vəssalam, bura yazırsan 2 vuraq 60. Bura yazırsan 8 vuraq 18. Bundan bu alınır. 30 qramdan da nə alınır deyib tənasüb qurursan. Bunun əsas məsələsi odur ki, sənə 2 dənə spirt ehtiyac deyil. Nə vaxt biri propil, biri butil olardısa və yaxud da etil olardısa, 2 dənə radikal, 2 dənə reaksiya ilə işləyərdin. 55. 55-dən sonra bizdə birbaşa 71 gəlir. Ona görə ora qədər sualınız varsa siz hazırlaşın. 56 var məndə. Okay, 56. Metanol sənayedə hansı reaksiya ilə alınır? Sənaye dedizmi durursuz gözləyirsiniz. Deməli siz təbiətdə çox olan bir maddədən istifadə eləməlisiniz. Təbiətdən ala biləcəyiniz bir şey olmalıdır. CH4 olmalıdır. CH4 təbiətdə yoxdur qızım. CH4 etilendir. Neftin Onun tərkibində üstünə var. H2 gələndə. Necə? C-nin üstünə H2 gələndə. Bu doğrudur. Kim idi danışan? Pınar. Aha, bu doğrudur. CO-nu hardan alasıyıq bala? Təbiətdə var da. Təbiətdə yoxdur. Təbiətdə kömür var. Dərsi keçəndə sizə nə dedim mən? Niyə buna oduncaq spirti deyirlər dedim. Karbona görə. olacaq. Sintezdən. Su. Qazı. Bəli. Oduncaq təbiətdə var bala, get, var. Su təbiətdə var bala. Buradan aldığınız su qazı. Götürürsünüz həmin su qazından da metanol alırsınız. Vəssalam. Deməli, bunun almaq yolu ucuzdur. Bu cür almaq yolu ucuzdur. Bu bir. İkincisi də ki, bunların heç birindən metanol alınmır. Bax, 2 karbon etanol alınır. 2 karbon etanol. Bu heç, bu vəbşə metanın alınmasıdır. Buradan da etanol alınır. Gəldi indi 56-ya. Etanol sənayedə hansı reaksiyan alınır? İlk baxanda təbiətdə olan nə görürsünüz? Qıcqırmadan Glukoza. alınır da. Hə? Qıcqırmadan alınır da. Ay sağ ol. Glukoza. Bu yanmadır, bu heç getdi. Karbon qazı su. Bu isə qıcqırmadır. Əslində glukozanın 3 cür CH5 qıcqırması. olur. Aha. 3 cür qıcqırması var. Bizə hələ ki bu lazımdır. CH5OH bir də karbon qazı. 71-ə qədər sualı olan. Bir də mən sonra geri qayıtmayayım. 65. 56-dan 65-ə gedirəm. Dönməyəcəm geri. Hansı maddələrlə reaksiyada kuprim oksid oksidləşdiricidir? Kuprim 2 oksid oksidləşdiricidir. Bir dənə görüm kimsə nəsə deyirmi, neynirmi? Gələn var. Kimdir bu? Xədicə.
Yazmalıyıq dostlar. Deməli, CO güclü reduksiya edicidir. Pirometallurgiya üsulu ilə metalların alınmasında istifadə olunur. Müsbət 2-dən 0-a gəlmişik. 65 dediniz də düz baxıram elə. Müsbət 2-dən 0-a gələndə buranı alıram plus 2 elektron. Yəni 2 elektron alıb oksidləşdiricidir. Həqiqətən də birinci reaksiyada mis 2 oksid oksidləşdiricidir. Gəldim 2-yə. Təkrarlayın cümləmi. S2H5OH spirtdir. Özü də birli spirtdir. Onsuz da S2H5OH-ın ikili olmağa ehtimalı yoxdur. Bir də deyirəm niyə birli spirtdir? Çünki OH birləşdiyim bu karbon birli karbondur. Baxın, ikili spirt 59-a baxın. Qaydıram indi 65-ə. Və bu OH birləşən karbona baxın, sizi çaşdırmaq istəyib. Bu hidrogenin ona ikili üçlü olmasında dəxli yoxdur. Bu karbon bir bu karbondan birləşib, bir də bu karbondan birləşib. Deməli, bu karbon ikili karbondur. Onda bu da ikili spirtdir. Amma indi buna baxın. Bu karbon buradan bundan birləşib. Buradan bundan birləşib. Buradan da yuxarı ilə birləşib. Deməli, bu karbon üçlü karbondur. Onda OH üçlü karbona birləşibsə, bu üçlü spirtdir. Və biz sizlə danışdıq ki, birli spirtin mis 2 oksidlə oksidləşməsindən aldehid alınır. Bir daha deyirəm, baxın. Bax, karbon sayını dəyişmirəm. 2 karbonum var. CH3-ə dəymədim. C, aldehid belədir. OH. Neynədim? Buradan 2 dənə H-ı götürdüm. Bu oksigenlə verirəm. H2O. Mis də qaldı kənarda. Müsbət 2-dən 0-a gəldi. Burada da oldu oksidləşdirici. Bu isə sadə mübadilə reaksiyasıdır. Kuprim 2 nitrat, bir də su əmələ gəlir. Burada ümumiyyətlə onun oksidləşmə dərəcəsi dəyişməyib. 71-ə qədər sual verin. %66. Molekulunda en sayda karbon atomu olan hansı sinif maddələrin 1 molunun oksigende tam yanmasından N+1 mol su alınır? N+1 bir dənə alkanlardaydı. Yadına gəlirmi? Bax, bir-iki dənə variant verirəm, hər kəs xatırlasın. Bir də ki, bunun çıxarılışını öyrənəsiz deyə. Daha doğrusu öyrənmişsiniz, təkrarlayasınız deyə. N qədər karbon var, bura verdim N. 2N qədər hidrogen var, burada N verməliyəm ki, 2-yə vurulsun. Oksigen burada 3N. Burada da, üzr istəyirəm, 2N, bu da N. Cəm elədi 3N. Bura 3N yazsam 6N olacaq. 3N bölə 2. İndi mənə N demir. N+1 deyir. Baxaq spirtə. CnH2n+1OH. Yığın bir yerə. Səma, CnH2n. H2+2. Afərin, plus 2O. İndi quzum, su yazıram bura. Burada 2n+2'dir. Burada da N+1. 2'dir. Ay sağ ol. N+1. Yani Ha? 2n+ çarpı oldu. 2n+2'ni 2n+1 buradaydı. Birdən də hidrogen bunu götürdüm. Verdim bura. Oldu 2n+2. Bu 2n+1 onsuz da hidrogenin sayıydı. Oldu. Hmm. Aha. 71'ə qədər sual. Yanma reaksiyasında onda təkcə oksigen əmsalı dəyişirdi alkanlardan fərqli. Hə, çünki oksigen istisnadır orada. Artıqdır, bəli. Çox xahiş edirəm. Xırda suallarınız beyninizi məşğul eləməsin. Ötürün gəlsin ki, sizi məşğul eləyincə burada bir dənə baxım keçsin. Gedim 71'ə. Getdim. İndicə dedik. Nədir bu? Aldehid. Bir dənə keton vermir ki, sualların içində canınız qutarsın. Aldehid. Aldehiddən nə alınacaq? Birli spirt. Birləşdirin. Bayaq nə deməliyəm? Bu iki dənə H2-ni buradan qopartmışdı. Birləşdirin. CH3 CH2'ye toxunmayın. Bu H2'ni aparın CH2'ye verin. OH da qalsın yerində. Oldu birli spirt. Suyu açaq. Bir dənə da 3 qatı birləşdirəndə suyu açmırsınız. Vəssalam.
Kimdir bu? Kenan. Deməli, açdıq. H-ı verirsiniz bir karbona, CH3. OH da verirsiniz o biri karbona, CH2OH. Sonra C variantı. Alkenlərin oksidləşməsindən nə alınır? Kim deyəcək bunu? Alkenlərin kalium permanganatla oksidləşməsindən nə alınır? İkili spirt alınırdı da. 2 atomlu spirt. Atomlu spirt alınır. Aa, bəli, 2 atomlu spirt. İkili spirt yox, 2 atomlu spirt. Gəlin təkrarlayaq. Bu suala buradan heç 2 atomlu spirt, CH2OH bir dənə də. Yer yoxdur deyə yanından yazıram, aşağıdan yazmalısınız. CH2OH. Bir dənə bunları deyim, qayıdıram onu təkrarlatmağa. Mötərizədə su gördümsə spirt alınacaq. Kalium xloru götürüb çıxır. Eyni ilə yazırsınız, heç nəyə toxunmursunuz. Bir dənə həmin o CH2-yə OH yazırsınız. Yenə suyu açırsınız, HOH. Markovnikov qaydası. Burada hidrogen çoxdur, 2 dənədir, burada azdır. Hidrogeni verirsiniz çox olan yerə. OH-ı da verirsiniz o birinə. Buradan da rabitə açılır. Deməli, mən bayaq nəyi deyirdim sizə? Alkanlar, alkanı keçəndə demişik ki, nə bromlu suyu rəngsizləşdirir, nə kalium permanganatı rəngsizləşdirir, nə birləşmə reaksiyasına daxil olur, nə də polimerləşmə. Amma alkenlərə başlayanda dedik ki, özü belə verilir. Kalium permanganat plus suda verə bilər. Belə böyük mötərizədə oksidləşdirici də göstərə bilər. Alkenlərdən 2 atomlu spirt alınır. 2 atomlu spirt CnH2n OH2 bugün keçəcəm. Yəni əgər alkinlərdən də nə alınır, onu da xatırlayan varmı? Kim var? Mələk. Mələk sən əlini qaldıran. Yox, bilmirəm, bayaq qalıb. Yaxşı. Alkinlərin oksidləşməsindən nə alınır? Turşu. Bəli, bəli. 2 əsaslı turşu. Yaxşı, keçirəm bu sualı. Yəni bu sualı yox, bu hissəni. Təkrarlaya gedirik onsuz da. 75-ə qədər sualınız yoxsa 75-dəyəm. Buna bax, tələyə baxın. Üçlü spirt başqa şeydir. Bugün keçəcəm. 3 atomlu başqa şeydir. Tələyə baxın. Burada su verib. 3 dənə kalium OH deyir götür. Kalium xlorları götürsün. Gətir bunların yerinə OH qoy. Alındı 3 atomlu spirt. Üçlü yox. Getdi. Başlayaq A-dan. Görürsünüz kalium permanganat verib. İndicə dedik. Alkenlərin oksidləşməsindən 2 atomlu spirt. Sadəcə 2 qat açırsınız. OH-ın birini bura, birində bura birləşdirirsiniz. 2 atomlu spirt. Getdi. Bayaqdan danışırıq. Bu nədir? Bu quruluş. Aldehid. Aldehiddən nə yaranır? Birli spirt. Lap yazıram açılışını. CH, CH3. Bu 2 dənə H-ı qaytarıram buna. CH2, OH. OH birləşən karbon birli karbondur. Ona görə birli spirtdir. Getdilər. D-lə Y-yə gəldik. Açırıq bunu. H, OH. Markovnikov. H bura gedir. CH3, CH, OH, CH3. OH birləşən karbon ikili karbondur. Deməli, bu ikili spirtdir. Gəldik axırıncıya. H, OH. Baba, buralara mümkün deyil birləşdirmə. Dostlar, tək qatdır. 2 qatı görürsünüz. Birini bura birləşdirəcəm. Maddəni yazın bir kənardan. CH5, C, CH3, C. İndi H, CH2-yə birləşəcək. Olacaq CH3. OH da buna. Bu üçlü karbondur. 1, 2, 3 karbondan qonşudur. Üçlü karbona birləşdiyinə görə spirt oldu üçlü spirt. Hı. 76. Bizə 75-də var. Baxacam indi. Bir dənə fikrimdə bayaqdan bir şeydir. Hüseyn dərsdədir.
Yoxsan Hüseyn dərsdə. Musa? Yaxşı, əla. Mənə bu lazım idi. Bircə dəqiqə üzr istəyirəm. Hə. Bir dəqiqə. Nurayın suallarına baxım. Çatdıq. 75 baxdıq. 79-a qədər sualınız var. 76. Hansı ifadə 79. etil spiritinə aid deyil? Dəqiq etil spiritin kənarda yazaq görək. S2H5OH. Suda yaxşı həll olan rəngsiz mayedir. Dostlar, biz sizlə o gün dərsi keçəndə bir atomlu spirtlərdə nə dedik? Dedik ki, tərkibində hidrogen rabitəsi var. Hidrogen rabitəsi olduğuna görə də onlar yaxşı maye haldadırlar və 12'ye suda da kadar yaxşı maye, həll olur. 12'den sonra da bərk. Ay sağ ol. 12-yə qədər mayedir və həmin mayələr də suda yaxşı həll olurlar. Eyni zamanda da qaynama temperaturları da yüksəkdir. Natriumla reaksiyaya daxil olanda bayaq dedik. Buradakı H natriumdan əvəz olunur. Alkaqolyat alınır. İndi birazdan o suallar var. S2H5O natrium. İndikatorlara təsir etmir. İndikatora iki cür təsir eləyə bilər. Ya turşu təsir eləyir, ya da əsas təsir eləyir, ya da həll olan duz təsir eləyir. Hələ biz ümumi kimyanı keçəndə qeyri-elektrolitləri sayanda danışmışdıq ki, spirtdir, şəkərdir, aldehiddir, ketondur, nə bilim, karbohidratlar falan hamısında demişdik ki, bunlar qeyri-elektrolitlərdir. Yəni indikatorlara təsir etmirlər, elektrik cərəyanı da keçirtmirlər. Ümumi olaraq biz indikatorlara təsir edən, yəni dissosiasiya edən, yəni mühit yaradan, bunların adını çəkəndə turşuları demişik, əsaslar demişik, duzları demişik. Göyümtül alovla yanır, bu da düzgündür. Mis 2 hidroksitlə reaksiyaya daxil olur. Mənim yadımdadır. Mən dərsi keçəndə rekordda baxın dəfələrlə. Demişəm ki, bir atomlu spirtlərlə çox atomlu spirtlərin fərqli cəhəti odur ki, bir atomlular nə mis hidroksitlə reaksiyaya girirlər, nə də natrium hidroksitlə, qələvlərlə. Amma çox atomlular buna daxil olurlar. İndi çox atomları keçəndə deyəcəm ki, göy rəngli maye verirlər. 79-a gedim. Getdim. 3 metil pentanol 2. Kızım kur. 1, 2, 3, 4, 5. Pentanol 2 ve 3 metil. Bayaq butanol deyirdi o biri sualda. İndi pentanol deyir. Bunu qurandan sonra bunun skeletini axtar burada. Düz zəncirdə 5 karbon. Getdi. Getdi. Bu da. Söz. 1, 2, 3, 4, 5. OH birləşdir, bala, hidratlaşma. H-ı götürürsən, Markovnikovla bura birləşdirirsən, OH-ı da onun qonşusuna. Aldım 3 metil pentanol 2. 85'e qədər sualınız var. 80'e bakamıyoruz. Baxaram. Etil spirti S2H5OH. Dimetil efiri SH3O SH3. Yazdım. İzomerdirlər. Düz deyir, əslində bir atomlu spirtlərlə sadə efirlər izomerdirlər. Üstə gərək də bunların ikisində formulunu yıxsan S2H6O eləyir. Yəni ikisində də eyni sayda karbon var. 8 sigma rabitə var. Götür bax, burada 6 dənə var hidrogenlərə görə, bir dənə var karbon-oksigen arasında, bir dənə də var karbon-karbon arasında, 8 dənə. Keçdik bura. 3 karbon-hidrogen arasında 6 dənə, 2 dənə də burada karbondan oksigen arasında, 8 dənə. Adi şəraitdə qaz halında maddələrdir. Vurdu buradan. Çünki spirtlər maye halda olan maddələrdir. Keçim 85'ə.
Keçdim. Bu tip suallar çox olur və çox asandır. Doymuş bir atomlu spirt tam oksidləşməsindən alınan aldehid. Götürün sadəcə bir dənə spirt CH3OH. Bunun oksidləşməsini yazın. Neçə karbonu var? 1. Bir karbonu yaz. Çevir bunu elə aldehid. Aldehidi keçəndə daha rahat olacaq. 1 qol, 2 qol, 3 qol. Burasına da H düşür. Plus H2O plus mis. Bunlar çıxdı getdi. Baxın indi. Bayaqdan neçə dəfə demişəm. Spirtdən aldehidə gələndə neçə qram fərq oldu ortada? 2 qram. Çünki 2 dənə hidrogen çıxartdım. 2 qram fərq var ortada. Sənə də bunu verib M, bunu verib M çıxaq 8. Yəni 8 qram fərq var deyir ortada. Spirtin molar kütləsini istəyir bizdən. CH3OH istəyir. Deməli, kütləsi alınan aldehid və M ilə istəyir. M-i tapmalıyam, yoxsa necə? Aa, 8 qram fərqi var. 2 qram fərq. 14N plus 18. Bu da 14, 12 kömək eləyin. 12N plus neçə? Yox. 14N plus 16. Sadə sualda, amma bir diqqətimizi çəkək. Spirtin molar kütləsini istəyir. M-dən M çıxaq 8. 4 dəfə azla verib. Mən bunu 4 dəfə çoxaltmalıyam. Deməli, əgər bu M-dirsə, M çıxaq 8-dirsə, bu 8 qram fərqə görə verib. Mən isə 2 qram fərqə görə. Çünki məni M-lə istəyir. Mən istədim gedəm N-lərdən tapam. Ümumi formulundan bilmirəm. Getsəm olacaq, yoxsa yox. 0,25 M eləyir. Nəsə, xoşuma gəlmədi bunun belə sadəliyi. Bir dənə fikir irəli sürün bura. Tam oksidləşməsini aldı. Kimi baxmışdım ki, o 1 mol reaksiyaya girəndə axı 2 qram eləyir. Orada 8 deməli 4 moldur. Bunun 4 molu M-dirsə, 1 molda 0,25-i. Nəsə mənə çox şey gəldi. Mən də belə deyirəm aydan, amma nəsə. Deməli bu 8 qram. Dörd dəfə azla işləyib. Bizə 2 qram fərq lazımdır. Bu 8 qram 4 dəfə azla. Heç nə. Sadəcə çox bəsit gəldi mənə. Ona görə dayandım üstündə uşaqlar. Deməli biz görürük ki, spirtdən aldehidə gələndə 2 qram fərqlə. Bu isə 8 qram fərqlə işləyib. Yəni bunun 4-də bunun 4 dəfə çoxudur. Biz əslində 2 qram fərqlə işləməliyik. Çünki istənilən spirtdən istənilən aldehid arasında 2 qram fərq olur. Bu 8 qram fərqlə işləyib. Yəni bu bunun sanki 4 moludur. Bizə də lazımdır ki, bunun 1 molu. Çünki nisbi molekul kütlə istəyir. Bu da 4 dəfə az eləyəcək 0,25 mol. Baxdım ki, bəlkə bir qeyri-adi yolu var. Sonra telefon açım, Nuranın səhvlərinə baxaq. Siz verin suallarınızı. 93-dədir bizdə. 95. Yox, 83 var imiş burada dayan. 83-də natriumu götür, natrium bromu götürsün, OH gəlsin birləşsin yerinə. Bu propildir. 1, 2, 3. Birinci karbona birləşib. Propil. İkincidə natrium buradan bromu götürsün, OH-ı gətir. Bu izopropildir ya da propanol 2-dir. OH ortaya birləşdi. Bu getdi, çaşdırmasın səni. Sonra gəldik bura, suya açırsan HOH. H getdi bura, OH da gəldi ortaya, bu da izopropildir, propil deyil. 93-ə qədər kimsə sual dedi? Yoxsa 95-ə eşitdim? 93. 95. Aha, tamam. 93-95 ikisinə də baxırıq. 93 əslində sadə reaksiyadır. Nuray, C6H12O6 qıcqırmadan alınır. C2H5OH, bəlkə karbon qazını yazmamısan. 2 bura, 2 də bura yazmalısan. Vəssalam, 180-dən alırsansa 2 vuraq 46, 1.8 bu da kiloqramdır ha.
Bundan da alırsan X. Ayda oksigen soruşurmuş. Bir dəqiqə. Qıcqırmasına. Hə, bunu aldın X-i. Sonra da bunun yanmasına baxırsan. SH5OH-ın üzərinə əmsallaşdırmamışam. Gördüm qızım. Oksigen gəlib yanma reaksiyasını yazıb əmsallaşdırırsan. Buradan oksigen tapırsan. 95-də nə istəyir sizdən? 5,4 qram su və 18 qram doymuş bir atomlu ikili spirtdə molekulların sayının eyni olduğunu bilərək. Buradan başlayaram mən. Suyun molar kütləsi 18-dir. 18 1 moldusa 54 3 moldu. 5,4-də 0,3 moldu. Bir dəqiqə. Molekulların sayı eynidir. Molekul sayı elə mol deməkdir. Deməli, əgər bunun molekul sayı eynidirsə, mol sayı da eynidir. Onda deməli 18 qramda spirt 0,3 mol deməkdir. Onda 3 molu 180, 1 molda olacaq 60 qram. Başa düşməsəz deyin geri qayıdım. Spirtlərin də bayaq dedik molar kütləsi 14 plus 18'dir. Bunu bərabər eləyirik 60'a eni tapırıq. Birli ikili üçlü demir ki deyir. İkili spirt deyir. Eni nə alırıq buradan? 3 alırıq deyəsən. 42 eləyir. O da 14'e bölündə 3 eləyir. Hə. Eni 3 alırıq. İkili spirt dediyinə görə OH ikili karbona birləşməlidir. 1, 2, OH birləşdi bura. 97 var bizdə. Doymuş bir atomun spirtin buxarlarının helyuma görə nisbi sıxlığı 22. Qaytardı sizi geriyə. D helyum bərabərdir mR bölək 4. Burada da veribdir bunu. Nisbi sıxlığı 22'dir. Yerinə qoydun. Buradan mR'i tapdın 88. Deməli doymuş bir atomlu spirt. 14N plus 18. Bildiniz də 14N plus 18 hardan aldım. Bilməyən olsa səsini çıxartsın. 14N'i buradan alıram 70. N'i də alıram 5. M5 ondan sonra 1, 2, 3, 4, 5, 6 öldü. Belə bir baxa bilərsiniz. 1, 2, 3, 4, 5 ola bilər. Bu 1, 2, 3, 4 bu getdi. 1, 2, 3, 4 bu getdi. Cavabımız qalır ya C ya da D. Açar var 100%. Baxıram. Aha. Oksidləşməsindən aldehid alındığını bilərək. Bir dənə səssiz, səmirsiz, sakit, qışqırışmayın. Oksidləşməsindən aldehid alınırsa əllərinizi qaldırın. Necə spirtdir? Nuray yaz görüm. Aydan. Gördüm Nuray. Gördüm dostlar. Gördüm. Oksidləşməsindən aldehid alınırsa birli spirt olmalıdır. Burada da OH birləşən karbona baxırsınız. Bu karbon 1, 2, ikilidir. Burada isə OH birləşən karbon budur, birlidir. Deməli cavabımız olur B variantı. 97. Onu çıxmışdı axı. Bunu çıxmışdım, bağışlayın. Görmədim, bağışlayın xanım. D variantı. Nuray sualları bura qədər idi. Siz buyurun indi. Sual neçə dənədir spirtlər axıra qədər? Müəllim, mən 190. 2024'ten yazmışam. Orada 203 tane idi. 203 dənə idi. Axıra qədər yazanlar var ümumiyyətlə? Bəli. Kimlərdir? Mələk yazmısan axıra qədər? Mən 130'a qədər yazmışam. Deməli Aydan, Aysel. Ben de yarıya kimi 127'ye kimi yazmışım. Ama onun o tərəfəsini yazmamışım. Yaxşı, 100-dən sonra yazanlar versin suallarını. 109. Bir dəqiqə. Bir dəqiqə. Bir dəqiqə dostlar, buna cavab verməliyəm. Hə. Neçə dediniz? 109. 109. Etanolun hansı xassəsi onun molekular arası hidrogen rabitəsi olması ilə əlaqədardır? Cavablara baxmadan bir dənə danışaq. Maye halda olması, suda yaxşı əlil olması,
yüksək qaynama temperaturuna malik olması. Axtaraq indi. Qaynama temperaturu etan və etilenin qaynama temperaturundan yüksəkdir. Qaydıram ümumi kimyaya. Su və H2S. Dostlar, olar aydan at. Burada da axtarmağa çalışacağam. Nömrəsində yazarsan, burada baxarıq. Deməli, bunlar ikisi də 6-cı qrupda yerləşir. Həm hidrogen, oksigen, həm də kükürt. Buna baxmayaraq, H2S qaz halındadır, su maye haldadır. H2S -34-də qaynayır, su 100 dərəcədə qaynayır. Bunun hamısı suyun molekullar arasında hidrogen rabitəsi olması ilə bağlıdır. Üzvi kimyada da deyirik ki, eyni sayda karbonu olan spirtlə, eyni sayda karbonu olan aldehidi, ketonu, alkanı, alkeni müqayisə eləyəcəksənsə, deyirsən ki, spirtlərin qaynama temperaturu onlardan daha çoxdur, çünki tərkibində hidrogen rabitəsi var. Oldu qızım? Bəli. Getdik, deyin. 116-nın B variantına baxa bilərik. Baxa bilərik. 116-nın B variantı, hə. Bu mürəkkəb efirdir. Bunu buradan qır birinci. Bir hissəsini at getsin. CH3CO, bu suyu HOH kimi açanda bunun OH-ını ver buna. Bu sirkə turşusudur. Bu çıxdı getdi. Aşağıda qalanı açaq. CO-nu görürsən. Bunu bildim. 3 dənə də CH3 var. 1, 2, 3. Bunu da açdım. Suda qalan H-ı da verirsən bura. Üçlü spirt alındı buradan. Üçlü butil spirti. Sonra deyin. 118. 118. Aydan at, mən buradan gördükcə onlara sualları gördükcə deyəcəm. Optika aktiv nə deməkdir? Optika aktiv asimetrik karbon atomunun olması deməkdir. Açın qulaqlarınızı. Yatır bəziləri böyük ehtimal ki. Bax, bu karbon asimetrikdir. Çünki 4 qolda müxtəlif atom və ya radikallarla, bu hidrogenlə birləşib, bu metillə birləşib, bu OH-la birləşib, bu da etillə birləşib. Yəni, optika aktiv olmasın, o deməkdir ki, asimetrik karbon atomu olmasın, X-in. Məsələn, B getdi, niyə? Çünki bu asimetrikdir. Metil, etil, OH, bir dənə də H. Qoy variantları silim. B belə getdi. E də getdi. Çünki bu da asimetrikdir. Bir tərəfi metil, bir tərəfi OH, bir tərəfi H, bir tərəfi də izopropil. İndi qalanlarına eyni belə çəkək, qalanlarına baxaq. Asimetrik Sonra- olmalı deyil elə. Necə? X-in qabağına çıx qoyub da asimetrik olmalı deyil. Olmasın, optika aktivi olmasın deyir. Optika aktivi olmasın o deməkdir ki, asimetrik karbonu olmasın. Bildim. Sonra məsələn Y-in qarşısına plus qoyub, Z-də minus qoyub. Yəni Z-in də olmasın deyir asimetrik karbon, amma var. Bu karbona bax, metil, H, OH, etil. A getdi, A-nı da çəkdim, getsin, biraz böyüdək, belə baxaq. İndi qaldıq, hansı variantlara qalmışıq? C ilə D-yə. X-də yoxdur asimetrik. Bunun qoluna bax, burası metildir, burası da metildir. X-imiz ödəyir. Z-də də yoxdur asimetrik. Bax, metil, 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 3 qol deyinədir, ödədi. Y-ə bax, metil, OH, etil, bunda atsan H. 4-ü də müxtəlifdir, bu da ödədi. Qoy görün, başqa şərt vermir ki, yox, vermir. Oldu bu. Bəli. Sonra 133. Səma neçəyə qədər yazmısan? 120-yə. İndi mən çox atomları keçəcəm. Çox atomlarda sual çox azdır. Bilmirəm, 40 dənə, 60 dənə belə sual olmalıdır. Bunun davamını ona qatarsan, yaxşı? Müəllimə, mən tez çıxmalıyam. Kimsən? Mələk. 11-də deyil biologiyan. Uzaqdayım, biraz tez çıxmalıyam. Neçədə tez? 20 dəqiqə işləmiş. Oydu, çoxdur. Yaxşı, qoy 1-2 dənə suala baxım. Çox atomlu spirtin 10 dəqiqəlik, yəni 10 dəqiqədə deyil, 3-4 dəqiqəlik canı var. Narahat olma. Hı. 133. Doymuş bir atomlu spirt T'dir. Hidrogen sayı A, molekulda atomların sayı, hidrogen sayı 6B, oksigen sayı B.
Baba açara bax. Doymuş bir atomlu spirt. Yəni CnH2n plus 1 OH. Açın gözlərinizi də, beyninizi də. Bir dənə oksigen var. Vso, B'ni verdin 1. Onda hidrogen sayın olacaq 6. Deməli, sənin spirtin C2H5 OH-dır. Vso. İndi C2H5OH T böyükdür 140. Hələ suallar indi başlayırıq, qəşəng suallar. Gələn dəfə verəcəksiniz. T böyükdür 140-da alken alınır. C2H5OH-dan su çıxardırsan qalır C2H4. Etilen ya da eten. Beynəlxalq istəyir. Etilen. Sonra gəldik birləşmələr, gəldik oksidləşməsinə. Birli spirtin oksidləşməsindən aldehid alınır. 2 karbonun var. CH3, C, O, H. Sirkə aldehidi şeydir. Nə deyirlər ona? Tarixidir, getdi. Metanalın bir karbonu var, getdi. Kim deyəcək bu reaksiyanı? 425 dərəcə. Sink oksid, alüminium oksid. Lebedov'du. Lebedev. Lebedevdir. Lebedev reaksiyası nə idi? Divinil. Divinil alınırdı. Başqa nə alınırdı? Su ile Su H2. hidrogen. Ay sağ ol. Həm dehidratlaşma, həm də dehidrogenləşmə alınırdı. Deməli cavabınız nə oldu? Etilen, etanal, butadiyen 1,3. Sonra sürətlənin biraz. 3 dənə qabaqda sual var, Aydanın sualları. Ona da baxmalıyam. 150. İşləməyənlər gələn dəfə baxacağım suallara, narahat olmayın. 150. Doymuş bir atomlu spirt çox düşən sual tiplərdir, diqqətli olun. Karbon atomlarının sayı N, X karbohidrogendir, mi? Başqa maddədə artıq. Molekulunda atomların sayı M, karbohidrogenlə bərabərdir, amma atomlarının sayı bir vahid azdır. Dəqiqə. Doymuş bir atomlu spirt CnH2n plus 2O. Karbon sayı inidisi Cn. Əgər bir vahid azdırsa H2n plus 2. Oksigeni məcburam silməyə. Karbohidrogen deyir. Oksigenin nə işi var karbohidrogenin içində? Qaldı CnH2n plus 2. Yeni sualdır, bu yox idi. Polyar rabitələrin sayı qeyri-polyar karbonlar arasındadır. N-1. Polyar da karbon hidrogen arasındadır. 2n plus 2. Sonra 151. Molekulunda oksigen atomu Y homoloji sıranın ikinci nümayəndəsidirsə X üçün hansı ifadə doğru deyil? Bu spirtdir. Y homoloji sıranın ikinci nümayəndəsidir. Yəni, bir dəqiqə, doymuş spirt deyir. Bir atomlu demir. Aha, getdi 2 atomluya qarışdırdı. Çünki oksigen atomunun sayı 2-dir. 2 atomlunun bugün deyəcəm ki, birinci nümayəndəsi budur. Etilin glikol, CH2OH, CH2OH. Əgər sənə deyirsə Y homoloji sıranın ikinci nümayəndəsidir, onda mən məcbur bir dənə də karbon atıram buna. Amma 2 atomlunu dəyişmirəm. Onda Y-in budur, bunu saxla burada. X-də karbon atomlarının sayı eyni deyirsə, onda deməli sən məcbursan burada C3 saxlayasan. Çünki buna C3 vermişəm. Amma bir atomludur deyə, oksigen atomunun sayı 1-də axı. C3H7OH-dır. Homoloji sıran doğru deyili də qaralayıram. Homoloji sıranın üçüncü nümayəndəsidir, doğrudur, götürmə. Sinif daxili izomeri yoxdur, var. Propil, izopropil, səhvdir, götürürəm. Siniflər arası izomeri asetondur. Ümumiyyətlə biz danışdıq ki, sadə bir atomlu spirtlərin sinif daxili izomeri sadə efirlərdir. Aseton ketondur, bunun əlaqəsi yoxdur. Buna verə bilərsiniz. Metil, etil, efiri və salam. Deməli, onda bu da səhvdir. 2-3 D variantı. Sonra 154. doymuş bir atomlu ikili spirt. Qəşəng oxuduq içərisini. Sigma rabitənin sayı 11. Deməli, N-1 karbon hidrogen arasında 2N plus 2 hidrogenlərin rabitəsi, bir dənəsi də karbon oksigen arasında. 3N, hesablayın, yoruldum. 3N plus 1, bir dənə də karbon oksigen arasında 3N plus 2. Düz hesabladım, yoxsa yox? Bəli, düzdür. 3N nə olur onda? 9.
N də olur 3. Düzdür. İndi buradan sizə sadəcə ikili spirt dediyinə görə 1, 2, 3 OH ortaya verəcəksiniz. Molekulunda ikili karbon atomunun sayı bircə dənə bu ortadakı birdən çaşarsınız bunu üçlü götürərsiniz. Bu ortadakı yazıq ikilidir. 2 dənə qonşu ilandır. Bir dənədir. Oxuya bilmirəm. Miski oksidlə reaksiya. Oxuyun da qırağı. PDF-də görünmür. İkinci karbon atomunun oksidləşmə dərəcəsini Hə, istəyir. zəhmət olmasa bütün fikriniz burada olsun. Bayaqdan sizə ikili spirtin oksidləşməsini verməmişdi. İndi ikili spirtin oksidləşməsini verib. Və ikili spirtin oksidləşməsindən keton alınır. Baba, buradan da 2 dənə H-ı götürün, zəhmət olmasa. CO, CH3 oldu keton. Üzvü birləşmələrdə karbon atomunda oksidləşmə dərəcələrini tapanda bir karbonu o biri karbona qatmırsınız. Hamısına ayrı-ayrı baxırsınız. Müsbət 1, mənfi 3. Müsbət 1, mənfi 3. Mənfi 2, müsbət 2. Oldu mu? Bəli. Sonra 155. deməli, molekul sayı sənə suyu verib 21,6. Su da 18-dir. 21,6 neçə moludur suyun onda? 21-i bölün 18, 21,6-nı 18-ə neçə eləyir? Mənə suyun molu lazımdır, ona görə böldürürəm dostlar. 1,2. Sağ ol. Bunu aldım 1,2 mol. Molekul sayı ya da mol sayı eyni ifadədir. Onda deməli 72 də bunun 1,2 moludur. 1,2 molu 72 olan spirtin 1 molunu tapırsan. Aldığını da 14N plus 18'e beraber eləyəcəksən ki, N'i tapasan. Neçə eləyir? 1,2 72'si 1 mol nə qədər eləyir? 60. 60 sağ ol. 14N də olacaq. 42, N'də 3. Ay sağ ol. N3. Propil ya da izopropil spirtidir, amma sizi qəşəng çaşdırır. Spirtin siniflər arası. Yəni bu propanol spirtdir. Propanol spirtdir. Siniflər arası yəni başqa sinif. Sadə efir. 3 karbonu olan sadə efir axtarırsınız. Dimetil 2 karbondur. Metil etil 3 karbondur. Dietil 4 karbondur. Qəşəng sual idi. Sual elə 100-dən sonra başlayır. Ona görə də zəhmət çəkib işləyərsiniz 100-dən sonranı. 156. Bir dəqiqə. Burada 153-ə baxacam. Aydan mənə sual çəkib atıb başqa nəşrdəndir, amma bu sualdır. Elə Aydan. Bəli. Bir dənə 154-ə də baxım. Hə. Başqa-başqası olar. Yoxdur, amma budur. Bax Aydan. Bu 3 dənəni görsənsə qızım, bu Lebedevdir. Deməli, burada biri divinildir. Biri sudur. Mələk, diqqət. Biri də hidrogendir. Sola və sağa gedəndə isə bunun biri olacaq etilen, T kiçikdir 140, T böyükdür 140 olanda. Biri də olacaq, biri SH5, o SH5 ilə su verəcək. Biri də S2H4 ilə su verəcək. Bunları qoyduq bir kənara. Hər üçündə olan X-dir. Məndə də hər üçündə olan sudur. Burada da su var, burada da su var, burada da su var. Mən X-ləri sildim. X getdi su. Deməli, L, T, Y, Z. Bizə deyir ki, Z iri molekullu birləşmə əmələ gətirə bilir. İri molekullu birləşmə əmələ gətirməsi üçün 2 qat rabitəsi ya da funksional qrup olmalı ki, polimerləşsin. Bax, yadında olar yəqin ki, alkadenlərdən, məsələn, divinildən sintetik kauçuk alırdıq. Açırdıq bunu, polimerləşdirirdik. Deyirdik, bunun polimerləşməsinə sintetik kauçuk alınır. İndi əgər Z yüksək molekullu birləşmə vermək qabiliyyətinə malikdir deyirsə, bax, bu butadiyeni götürürəm ki, qoy o polimerləşsin, sintetik kauçuk alınsın. Divinil, divinil, divinil. T isə əmələ gətirməsin deyir. İndi, gəl bu ikisinə baxaq. Mən düzgün iş görmədim silməklə, amma baxaq. T, bu S2H4 də əmələ gətirir, deyəcəm niyə? Çünki bura baxmamışdım. S2H4 də əmələ gətirir. Bu da açılır, polietilen salafanlar polimerləşir, olur polietilen.
deməli etilen də ola bilməz. Deməli bizə deyir ki, T yüksək molekulu birləşmə əmələ gətirmir. T də oldusa burada C2H4, yəni etilen, onda elə qalır, yox, əmələ gətirmir, üzr.